Son zamanlarda gah sənəti, gah da əri ilə bağlı müzakirələrdə adı tez-tez sallanan müğənni Ofeliya Şabanova bu dəfə ad çəkmədən həmkarlarından birini hədəf alıb. Bu barədə Milli Az xəbər verir. Xəbərə görə Ofeliya Şabanova sözü gedən kəsə ərini 3 qəpiyə satan tərxək, məni kimləsə səhv salma, elə qadınları sevmərəm və ətrafımda ola bilməzlər. Keçmişim də, bugünüm də tərtəmizdir. Azərbaycanda kişilərin bacısı adını qazanan xanımam. Bu, hər müğənniyə nəsib olmur. Özünlə məni qarışdırma, balaca Şinanay. Onsuz da qanun qarşısında görüşəcəyik. Çox böyük səhvə yol verib. Ay bədbəxt, kimin holdingində oturub paşalıq edirsən? Mənə söz atmaq sənin başın üçün deyil. Məşhur olmaq istəyirsənsə, mənə yığardın ki, adımı çək, məşhur edim. Ancaq reklamın bahadır. Sən isə çox ucuz birisən deyə müğənni açıqlamasında bildirib.